Salam Azərbaycan, salam Azad Region TV izləyiciləri. 3 oktyabr 2025-ci il şəhid Kamal Kərimoğlu Kərimovun mövlud günüdür. Hal-hazırda Füzuli rayon Arazdiləğardı kəndində şəhidimizin mövlud günü qeyd olunur. Hal-hazırda şəhidimizin adını daşıyan məktəbdəyik. Şəhidimizin döyüş yoldaşları şəhidimizin ziyarətini təşkil edir. Bəli, əziz dostlar, qeyd etdiyim kimi hal-hazırda Kamal Kərimovun döyüş yoldaşları, Qarabağ müharibəsi iştirakçıları şəhidimizin adını daşıyan məktəbdə ziyarətini təşkil edir. Füzuli rayon Arazdiləğardı kənd tam orta məktəbində şəhidimizin şərəfinə ucaldılmış anım kompleksini ziyarəti təşkil olunur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizi qorusun. Vətən uğrunda ölən varsa vətəndir. Vətən şəhidləri hər zaman bizim qəlbimizdə əbədi yaşayacaq. Bu şəhidlərimizin sayəsində biz azad nəfəs alırıq. Azərbaycan bayrağı harada dalğalanmalıdırsa, orada da dalğalanır bu şəhidlərimizin sayəsində. Fərq etmir, istər 1-ci Qarabağ döyüşləri, istər 20 yanvar, istər Xocalı faciəsi, istər 44 günlük vətən müharibəsi, lokal antiterror əməliyyatı zamanı vətənin ərazisini qorumaq bu oğulların boynuna düşdü. 1-ci Qarabağ döyüşləri zamanı nizam, ordu olmaması səbəbindən biz Qarabağ torpağını itirmişdik. 2020-ci il 27 sentyabr vətən müharibəsinin başlanması ilə biz ərazi bütövlüyümüzün bərpasını təşkil etdik. Və 44 günlük vətən müharibəsindən sonra 2023-cü il lokal antiterror əməliyyatı zamanı biz öz suverenliyimizi, öz ərazi bütövlüyümüzü bərpa etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bütün qazilərimizi qorusun. Bunların sayəsində biz azad nəfəs alır. Bunların sayəsində biz o torpaqlara ayaq basırıq. Hər ayaq izində bir şəhid ruhu var. Hər ayaq izində bir şəhidin qanı axır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. O cümlədən Kamal qardaşımız 92-ci ildə bizim yanımıza xidmətə gəlmişdi. 18-19 yaşı vardı. İyun 28-də şəhid oldu. Qalanlar sağlıqlı qazilərimizə bunu səbəb edirəm. Səbəb edirəm. Yine borcu ne kadar yaşarırsa unutmayaq. Yad eləyəyin, yaşadağın. İnşallah sorularda da tarih Allah bütün şəhidlərə rəhmət eləsin. Daha qardaş, xatırla ki, bütün şəhidlərin qarşısında biz baş əydik. Həmişə bunu. Borcumuz, bu oğulların sayəsində büyük müstəqilliyimiz, azadlığımızı eləmiş. Dünya dövlətləri arasında başçılıq edir şəhid. Alnımız açıqdır. Dünya dövlətləri arasında biz həmişə bir qəhrəman kimi tanıdıq bu balalar qardaşlar, bu oğullar. Allah bunlara rəhmət eləsin. Allah'ın bizlərini bunun səsine müstəqilliyimiz, biz büyük azadlığı vermişik. Allah da
versin. Yerde qalan üzərinə yenə deyirəm, Allah sağlığı versin, qazandan sağlığı versin. Bir daha halkımıza belə bir olmaz. Bir de Allah kardeş Allah yüzü böyle 30 yıl muhtarar bir yaratmış. İndi toprak diye. Yani fikirleşmeyin ki yılın var her bir derece diye. Allah bütün şartlarımıza rahmet eylesin. Bir yaddaş geldi bizde. Bir rahmetle soruşandan sonra rahmetten de yatırdım. Bir yerde bulmuş zamanla. Dedim. Rahmet eylesin. Bütün şartlarımıza rahmet eylesin. Onların hesabına diye ki topraklara gidebiliriz. Yurtlarımızı verebiliriz. Allah Allah'ını göndersin. Yalan ayaklarınızda var olsun. Bir daha da hatırladım ki bak burada olan köyüne dökülə 809 nömrəli ralyonun Kamal Səhərovun əskəri olub, döyüşçüsü olub. Bu günləri rayonda uşaqlar, yəni burada olan uşaqlar çoxdur. 830 burada iştirak eləmək istəyir. İndi iki dövrlə əlaqədar rayonda yaşayan Füzuli bu batalyonun döyüşləri bu günləri 830 batalyonundan gələn öz silahımızı bu gündə yad eləyir. Bir daha Allah rəhmət etsin. Salamlayıram. Allah hamısına rəhmət etsin. Allah dünyada olsun. 114 şişə. Ben belə gün oktyabrın 10'unda Pekan Məhəmmədli Əsədullah Böyük bəyəndə onu da ziyarətini eləyəcək. Nə qədər çıxsa biz şəhərə yaşamalıyıq. Allah bütün şehitlerimizi Oğludur. Əziz qardaşlar, əziz döyüşçü, cəngər yoldaşları, yəni burada ağsaqqallarımız həmişə belə görək. Biz fəxr ki, biz komandirimizlə çiynəyib burada Kamal qardaşımızın üzrə gəlmişik. Silahlar qardaş qeyd elədi, yəni bu insanların 93-96 müharibələri, insanların pərən-pərən olmağı, indi qrup şəklini alıb 809 nömrəli hərbi hissəmiz və o deyim ki, hərbi komandiri milli qəhrəmanımız Rasim İbrahimovun hücum təşkil olunmuşdu. Kamal qardaşımız o döyüşdə iştirak elədi və döyüşdə şəhadət aldı. Düzdür, Oğuzluq bu Qarabağın alınmasını, Qarabağın təməlini, mübarizəsinin tanıqlığı ki, o vaxtlar hamı yadındadır. Ölkədə xaos davam eləyirdi, hərbi formalaşmamışdı. Şükür Allah 93-cü ildə Ulu Öndərimiz hakimiyyətə gələndən sonra bu ordu formalaşdı. 93-cü ildə Deyfəli poligonunda ordumuz 22-dən bir qəsəbələrə Cəbrayıl rayonu Cəbrayıl kəndini formalaşandan sonra azad elədi. Allah'dan bütün şəhidlərimiz və ondan sonra günü vətən müharibəsi, sonra antiterror əməliyyatı, Azərbaycan dövləti və mənə elə gəlir ki, bu qardaşlarımızın ruhu şaddır. Onlar bizim üçün həyatdadır, yaşayırlar. Şəhidlər onda ölür ki, şəhidlər unudulur. Biz nə qədər millət olaraq, Azərbaycan xalqı olaraq qanında Azərbaycan qanı axan hər bir insan, hər bir məktəbdən gənc bu şəkillərindən keçəndə bu bizim romanımızı deyib keçir. Və buradakı müəllim kolleqiyada təşkil edilmiş belə bir
büstü yaradıb, bunu kim yaradıb, əllər var olsun. Cənnətlərin halal edin. Allah qardaşımıza da, Rafiq qardaşım. Başsız olun. Allah şəhidlərimizə rəhm etsin. Sizlərə çox sağ olun deyirəm. Allah sizdən razı olsun deyirəm. Mən bir neçə gün özümə fikirləşirəm ki, həyat bir alın yazır. Deyilib, bu günə deyilir ki, şəhidlər unudulmur. Mənim bu qardaşımı gördüm, Kemal'ın qardaşı olaraq 30 ildən artıqdır. Mənim qardaşım şəhid. Bu gün deməli, bu günlərin bu ziyarətim həmimiz bəli ata, həqiqi şəhid olunmur. 32 ildən artıqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bu dünyada nə qədər valideynlər var, Allah canını sağ eləsin. Oğul nə üçün düşman çəbərdir? Bir gündən düşman üzrə gəlmişsə, deməli, nəsə onu görəyəsən. Allah bütün şəhidlərimizin yerini cənnət eləsin. Allah sizə olsun. Bir şəhid qardaşım deyirəm. Bizim müəllimlərin və müəllimlərin hamısına elimizin obuna razı qalsın ki, həmişə bizim qardaşım Abidə təmiz Fransalar hər vaxt yolumu gətirirlər və mən onları öz valideynlərim kimi xətirlərini tövsiyə etmişəm. Sağ olun. Allah razı qalsın. Allah yüzünüzü ağ eləsin. Bu dünyadan köçənlərin Allah cəmi ölənlərə rəhmət edir. Yerin cənnət etsin. Mənim qardaşım Kemal onun içində. Çox sağ olun. Qardaş o deməkdir ki, ata yoxsa, qardaş sənin üçün valideyn ata deməkdir. Mənim üçün qardaşımdır, həm də əziz dostum, yoldaşım olub. Allah qardaşlar rəhmətə gələn yerə eləsin. Yerdən sağ olun. Sağ olun. Sizə təşəkkür edirəm. Allah sizə razı olsun. Sağ olun qardaşım. Bir Qarabağ müharibəsində və Qarabağ və bütün ülkələrimiz Allah rəhmət eləsin. Sizlərə can sağlığı versin. Bizlər də çox sağ olun ki, bu Kemal'ın bu ad gününə yığışmışsınız. Çox sağ olun. Sizə də Allah uzun ömür versin. Sağ olun. Bəli əziz dostlar, şəhidlərimin döyüş yoldaşları xatirə fikri çəkdirilir, yad edirlər, bütün şəhidlərin rəhmət eləsin. Şəhidlər o zaman olur ki, onlar gəlməyən şəhər ölməz, vətən bölünməz. Bəli əziz dostlar, döyüş yoldaşlarını ziyarətindən sonra şəhidimizin yaxınları, şəhidimizin adına ucalmış önündə şəhidin ziyarətini çəkdilər. Bəli əziz dostlar, etdiyim kimi şəhidimizin yaxınları, əzizləri, şəhidimizin adına müşləfə kompleks və xatirə şəkillər çəkdilər. Şəhidimizin döyüş yoldaşları şəhidimizin rəsmini paylaşırlar. Əziz dostlar, əziz izləyicilər, şəhid Kemal Kərimovun döyüş yoldaşları şəhidimizin uyuduğu müqəddəs məzarı ziyarət edirlər. Ziyarəti təşkil olunur. Füzuli rayon ərazisi Ağarlı kəndində şəhidimizin uyuduğu müqəddəs məzar
ziyarət olunur. Bəli, şəhidimizin qoyduğu müqəddəs məzar. Qeyd etdiyim kimi şəhidimizin döyüş yoldaşları müqəddəs məzarlığı ziyarət edir. Əkil, gül çiçək dəstələri qoyur və şəhidimizin keçdiyi döyüş yolu haqqında məlumat verilir. Bəli, şəhidimizin döyüş yoldaşları, silahdaşları şəhidimizin müqəddəs məzarını ziyarətini təşkil edib. Şəhidimizin böyüyüb boya başa çatdıran atası Kərim kişi və şəhidimizin məzarı əzizlərin qoyduğu qəbristanlıqda, müqəddəs məkanda şəhidimiz qoyur. Şəhidlər o zaman ölür ki, şəhidlər unudulur. Şəhidlər bizim ant yerimiz, ümid yerimiz və bizim azad nəfəs aldığımız dost yerimiz. Ruhunuz şad olsun. Məkanınız cənnət olsun. Əziz yoldaşlar, əziz gözəl dostlar. Mən bu dünyada, bu həyata çox deməli sözlərim olub. Nəsə həyat elə gətirib ki, kiməsə sözümü deyən bir adam tapmamışam. Bugün elə vaxt zaman gəlib ki, mənim 50 yaşım var, qardaşım 52-ni tamamlayacaqsa. Bu günlərim mən qardaşım Kamalı sizin sizə bax görüb belə qarşı-qarşı özür söhbət etmək üçün edirəm və öz qəlbimdə olanı deyirəm. Biz körpə vaxtı bizim anamız rəhmətə gedib. Biraz keçəndən sonra rəhmətli qardaşım gəldi, şəhid oldu. Biraz həyatı, biraz düşündü, vaxtıma gəldi, atam rəhmətə getdi. Mən bu dünyada bir tək də, insanın dünyada nə qədər varlığın həyat olursun, ən əvvəl atadır, sonra qardaşdır. Bunlar da mən itirəndən sonra mənim üçün həyat çox çətin gəldi. Amma özümü o qədər düşündüm, deyirəm ki, ilahi mənim qardaşımı, atamı, anamı alsa da, Allah Teala məni unutmadı. Həmişə Allah Teala mənim yanımda yar oldu. Heç vaxt fikrimə gəlməm ki, axı mənim atam, anam, qardaşım yox, mən tək böyürəm. Allah Teala məni o cür böyütdü. Allaha min şükür edirəm. Şükür Allahın varlığına ki, həyatdır, hərəm talın yası var. Çünki mənim ata yurdumda qalıb, bu günlərim qardaş kimi qalmağa mən Allahıma şükür edirəm. Mən hər bir özə deyirəm, yenə də hər yerdə demişəm, hansı bir vaxtı Kamalın adı olan yerdə, Kamalın lazım olan yerdə mənim atamın qapısı açıldı. Həmişə gözüm üstə yeriniz var. Həmişə balarınız xeyirli olsun, bizi dəvət edin, gəlir orada borcundan çıxarın. Bu işi kim qurub, bu işi kim edib, onlara öz təşəkkürümü bildirirəm. Allah bütün şəhid qardaşlarımızın yerini cənnət eləsin. Heç bir zaman mən deməmişəm qardaşım Kamal, mən şəhid qardaşlarım demişəm. Çünki hamısı mənim qardaşımdır. Mən elə bilmişəm, bu sağ olun, sən razı qalın. Mən həmişə elə bilmişəm, elə ki, bu dünyada mənim yar vücudum torpağın altında yatır, bu yar vücudum bu dünyaya yaşır. Çünki bu dünyada bir ana bətənli bir qardaş dünyaya gəlsin, yar o dünyada, ya bu dünyada. Mən elə bilmişəm. Yenə şükür edirəm Allahın varlığına. Allah bütün qardaş, şəhid qardaşım yeri cənnət eləsin. Qalan qardaşlara can sağlığı versin. Bu şəhid qardaşlarımın ruhu şadır, bəli, onun şadır ki, oğul nə üçün? Oğul düşmən səbəbidir. Bir gün də qardaşlarım getdi, öz işini gördülər. Lazım onun torpağı aldı, verdi. Allah onların yerini cənnət eləsin. Onsuz da onların yeri, həmişə deyir, yeri cənnət, çünki cənnətdir. Çünki cənnət ki, torpağı onlar alır, onlar üçün alır. Onların yeri bəli, cənnətdir. Allah cəmürünlərimə rəhmət eləsin. Şəhidlərimin yeri, ruhu şad olsun. Qazilərimizə şəfa versin. Allah sizlərdən razı qalsın.
Çox sağ olun. Sizə təşəkkür edirəm. Ağsaqqal əmbə çox sağ olun. Komandir əmi. Allah sənə ömür versin. Allah sənə razı qalsın. Təşəkkür edirəm. Şükür siz varsınız. Allaha min şükür edirəm. Heç bir həyatda unudulmayasınız. Sağ olun. Gedirik, gəlirik, qazilərimizi, şəhidlərimizi. Ən birinci biz başlamışıq, bəxt dedim, Ağam oğlanla Azər qardaşımızdan. Bugün də buradayıq. Yenə də deyirəm, ayın 14-ü böyük bəhməndəyik. İndi ardıcıl kimlərin ad günü olacaq, kimlərin anım günü olacaq, hər birini ziyarət edəcəyik. Yəni o bizim borcumuzdur. Sən də ürəyin istəsə, bizə qoşula bilərsən, gedə bilərsən, ürəyin istəyərsə. Yəni Bakıdakı uşaqların adından, rayondakı uşaqların adından, Balakəndən var, Qaxdan var, Zakataladan var, Saatlıdan var, Sabirabaddan var, Moskvada yaşayan qardaşlarımız var. Yəni hamısının adından sənə başsağlığı verdik. Allah sizlərə səbir versin, Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah qazilərimizi, ordumuzu qorusun. Allah bir daha bizə belə bir müsibət göstərməsin. İnşallah. Allah bütün ölənlərə də rəhmət eləsin. Hər birini salamlayıram. Allah ölənlərinizə rəhmət eləsin. Bildiyiniz kimi mən şəhidimiz Qurbanov Pusatın atasıyam. Ölənlərinizə rəhmət. Kamal mənim ən çox istədiyim əzizlərimizdən biridir. Üzüz mənim dostluğumu əmim nəvəsidir. Mən özüm özümdə müharibə dövründə döyüşən vaxtı mən postdan qayıdıb gələndə evdə eşitdim ki, Kamal şəhid oldu. Döyüş vaxtı. Yəni hamı da bilir, yəni burada döyüş yoldaşları da şey. Yəni Allah rəhmət etsin, çox mərifətli, çox qanacaqlı, mərd oğlan idi. Bizim də qismətimizdə mənim həm əmim nəvəsinin, həm oğlum Pusatın da qismətində eləymiş ki, vətən uğrunda, torpaq uğrunda şəhid olmaq. Qismətlərini var. Allah rəhmət etsin. Allah əzizlərinə də səbir versin. Allah Rafiqin də, qardaşı Rafiqin əmim nəvəsinin canı sağ eləsin. Üzü ağ olsun. Daima yolun gətirib, necə bir qardaş kimi. Həmişə yolun gətirib. Yəni bir əzizimiz, yaxımız olur ki, mən bilirəm ki, Rafiq daima qardaşın yolun gətirib. Allah Rafiqin də üzünü ağ eləsin. Kamalın da yerdə qalanların, qardaşların, bacıların canı sağ eləsin. Nə deyim qardaş? Sağ ol. Sağ ol. Ümumiyyətlə, şəhid mərhumu millət üçün bir deyək ki, ziyarət eyni zamanda elə bir yer olmalıdır ki, o hər zaman qəlblərdə yaşamalıdır. Şəhid ölmür, şəhid xatirələrdə onda ölür ki, şəhid yaddan çıxır. Əgər biz bugün birinci Qarabağ müharibəsi, indi bəzən belə bölgələr gedir ki, bu 44 günlükdür, bu antiterrordur, bu birinci Qarabağ müharibəsidir. Amma mən onları əksi olaraq bildirirəm ki, yəni bu mənim özümün fikrimdir ki, Azərbaycan torpağı bu millət uğrunda, bu vətən uğrunda, müstəqillik, suverenlik uğrunda mübarizə aparan və o yolda şəhid olan fədailərin hamısı eyni şəhiddir və onların da hamısına eyni cür ehtiram göstərilməlidir. Və mən bir Qarabağ döyüşçü kimi deyirəm də, yəni mən də döyüşmüşəm. Özdə hamı nə cür döyüşüb mən bilmirəm, mən öndə döyüşmüşəm, az da döyüşsəm, nəsə döyüşsəm mən bilirəm ki, döyüş nədir. Orada yanmaq nədir, orada ölmək nədir, vətən uğrunda can vermək nədir. Allah Kamala rəhmət eləsin. Amin. Yəni bizim dövrümüzdə döyüşüb şəhid olan deyəsin, cavanlarımızdandır. Allah Taala bəxtlərini kəsdi onların. Ümumiyyətlə Azərbaycan tarixi üçün müstəsna 60-64-cü illər və sonraki bu ikinci Qarabağ müharibəsindəki o illər ki var, o illərdə çox gənc itirmişik. Və bizim nəslin inkişafına da, dayanmasına da həmin dövrün o şəhid olmuş uşaqlarının böyük təsiri var. Elə belə gəlməsin. 25 min birinci Qarabağ müharibəsində döyüşən özdə nətər döyüşən. Hansı ki, bir Sovet cəmiyyətində yaşayıb, özünün müstəqilliyi uğrunda mübarizə aparan gənclərdir. O gənclər bugünkü gənclər deyildir. O gənclər olmasaydı, bugünkü gənclər qələbə çalmazdı. Çünki onların keçdiyi yol, onların aşıladığı o qeyrət, namus buyurur, bugünkü gənclərə də şamil olur. Siz fikir verin, o müharibədə döyüşənin hamısının övladı bu müharibədə döyüşdür. Düz. Səxavətin. Görürsən, çoxsu, salam əleykum. Çoxsu, bax elə belə götürəndə, birinci Qarabağ müharibəsində şəhid olanların çoxunun da övladı şəhid olur.
Bu müharibə elədir ki, bu irsi əlamət daşıyır. Əgər belə götürək də, Birinci Dünya Müharibəsi, İkinci Dünya Müharibəsində döyüşmüş insanların övladları eyni zamanda Qarabağ döyüşü, Birinci Qarabağda döyüşür. Birinci Qarabağda döyüşənlərin hamısı İkinci Qarabağda döyüşür. Bu bunların taleyidir. Biz bu taleydən çıxara bilmirik. Bəli. Bəli. Elde devam eləməli. Torpaq onun vətəndaşınındır. Əgər o vətəndaş o torpağı sevmirsə, onun orada yaşamağı düzdür. Və bugün qürurdur. Hər birimiz üçün qürurdur. Qürur mənbəyidir. Niyə? Çünki şəhid ölmür. Şəhid daim yaşardır. Seyidəvə Həmidov yazır ki, bəxtəvər xəlqi üçün can verən ey bəxtəvərim, bəxtəvər başı ay bəxtəvərin bəxtəvəri. Yəni, şəhidə Seyidəvə o qədər yüksək qiymət verir ki, o bəxtəvərlər bəxtəvəridir. Çünki o dildən düşməyəndir. Biri var yada düşməyəsən, biri var dildən düşməyəsən. Kəndə çox hüzürlər düşür. Çox adamlar dünyasını dəyişir. Vəzifəsindən asılı olmayaraq. Onlar 40 gün yadda saxlanır, uzaqbaşı ilə qədər xatırlanır. Biri var evdən gedəsən, biri də var eldən. Yəni, bu insanlar eldən gedib, Allah hamısına rəhmət eləsin. Allah qalanlarına can sağlığı versin. Allah bu xalqa bir də belə dar günlər göstərməsin. Allah rəhmət eləsin. Sağ ol. Tamsıq müəllim, sən də danış. Mən birinci növbədə sizə minnətdarlıq edirəm ki, döyüş yoldaşlarınızı yadınızdan çıxartmışsınız. Həyatda hər bir insan anadan doğulanda onun Allah taleyini yazır. İnsan var gedir elə bir yerdə dünyasını dəyişir ki, ömür boyu onun valideynlərinin, qohum əqrəbəsinin, nəslin başına töhmət olur. İnsan var ki, əbədi olaraq 100 illərlə bu adda yaşayır ki, mən vətən uğrunda, torpaq uğrunda şəhid olmuşam. Şəhid olmaq çox adamlar ola bilsin ki, istəyər. Amma o nəsib olmur ki ona. O şəhidlik ona Allah tərəfindən yazılır. Şəhidin niyə o arkasında qalanlar, bu dünyada yaşayanları onunla niyə fəxr edib? Çünki o torpaq uğrunda gedibdir. Biz Qarabağda başımızı həmişə aşağı tuturduq ki, Qarabağda vəziyyət belədir. Müxtəlif versiyaları mən bilirəm, yəni bilirsiniz ki, müəyyən dairələrlə əlaqəm olubdur. Hacəddin Mehdiyev o vaxtı nazir idi. İcra hakimiyyətinin qabağında 16 yaşında oğlun tankla özü ilə gəzdirirdi. Onu əməliyyat qurdular, qoymadılar bu adam. Kim qurdu, nə verdi, neynədir? Düşmən çünki heç vaxt ölmür axı. Bugün biz fəxrlə danışa bilirik ki, öz vətənimizdə özümüz sahibi, özümüz torpağımızın sahibi özümüzük. Bu müzəffər Ali Başkomandan elə belə deyil. Bugün dünyada baxırsınız ki, onun apardığı siyasətin qarşısında heç kim, super dövlətlər var ha, onların liderləri onun qabağında dayana bilmir. O kimə söykəndi? Bax, belə Allah rəhmət eləsin, belə şəhidlərimizə. Çünki şəhidlər aldı torpağı. Amma bugün onların üstündə qurur o siyasətini. O siyasət bugün Azərbaycanın yerdə qalan insanların yaxşı rifah halının yaxşı olması üçün çalışırlar ki, bugün beynəlxalq məngənədir. Azərbaycan həmişə beynəlxalq məngənədə olur. Niyə? Yerləşdiyi coğrafi şəraitdir, onun sərvətləridir. Bugün nə qədər ondan çox Avropa dövləti bizdən qaz alır. Bugün orada bu şəhidlərin payı var. Allah bunların hamısına rəhmət eləsin. Bilirsiniz nətərdir? Mən harda sarı paltar ki görürəm ha, onları həmişə qəlbən onlara baş əyirəm. Çünki bilirsiniz nətər? Onun içində dolaşıqları da var. Bu söz yox ki, hamısı getmişsiniz, görmüşsünüz. Bu yaxından tanıyırsınız ki, kimlər hansı qulluq eləyir. Məndə elə bir ki, Müsalı tanıyırsınız, getdi, zabit idi, şalı təhsil almışdı. Getdi müharibədə, deyir böyrünə belə yeririk demə, o soldatın birinin çiynində, o grantamyot deyir, birdən nətər deyir, açıldısa, bilməyəm də açıldı, gör hansı vəziyyət yaranır. Bu hissləri siz keçirmiş yaşamısınız, ölümləri yaşamısınız. Bugün siz həyatda sağsınız. Şükürlər olsun ki, bunların çoxları sağdır. Amma həyatını dəyişib, adını əbədi olaraq o
Azərbaycanın qızıl tarixinə yazdıran oğlanların biri də Kamaldır. Biz onun o vaxtı özü az müddət oldu döyüşdə. O da dava ilə, atası ilə döyüşə-döyüşə, dalaşa-dalaşa getdi. Getdi və şəhid oldu. Şəhidlik yenə deyirəm ki, heç kimə nəsib olmur. Bir daha o şəhidlərin qarşısında hamımız baş əyirik və onların ruhu qarşısında həmişə biz söz veririk ki, heç vaxtı şəhidin adı unudulmayacaq. Əbədi yaşayacaqdır. Söz yox ki bu. Bilirsiniz, insanlar var. İnsanlar var. Biganə insanlar var. Bunları yığışdırmaq olmaz ki. Amma vətəni üçün, torpağı üçün, milləti üçün canlı qurban verən insanlar da var. Onların hamısını Allah rəhmət eləsin. Qalanların, döyüşüb qalanların canları sağ olsun. Adını daşıyır. Canlı. Məktəbə adı verilib, deyirəm ki, orada sən oxuyursansa, kişilik olsun ki, onun adını daşıyan məktəbdə oxuyursan. O vaxt orada ona layiq oxumalısan. O adı həmişə sən Ərazidə 7 para kət deyir. Onlar bir təsərrüfat olubdur. Ərazidə birinci şəhid bu olub. Mən gələndə elə qeyd elədim ki, Kamal Kətdə ərazidə birinci şəhid. Birinci şəhid. Bu gün də bütün Azərbaycanlılar kimi mən də fəxr edirəm ki, əmmim döyüşüb, şəhid olub. Allah rəhmət eləsin. Allah bütün şəhidlərə rəhmət eləsin. Biz də sizləri görürük, onu yad edirik. Düzdür, biz əmmimizi görməmişik, gözümüz asandan əmmi olmuyor. Yenə də gəlirsiniz, yad edirsiniz, sizlərdən də örnək götürürük. Sağ olun, var olun. Allah rəhmət eləsin.